Tamaşaçılar, İdman TV-nin efirindən hər birinizi salamlayırıq. Bugün döyüş idman növlərinə müraciət etmişik. Məşqçimizlə maraqlı bir söhbət sizi gözləyir. Odur ki, söhbətimizi izləyin, birazdan ringdə görüşəcəyik. Əziz dostlar, ilk dəfədir verilişimizdə mən qonağımı necə təqdim edim, bilmədim. Sizi necə təqdim edim? Hakim Hacıyev, yoxsa Hikmət Hacıyev? Siz necə məsləhət görürsünüz? Yəni, biz əlbəttə ki, alışdığımız sözlə müraciət edəcəyik, adla müraciət edəcəyik. Ancaq düşünürəm ki, rəsmi bir ad da var, sizə verilən adınız və şəxsiyyət vəsiqəsində yer alan adınız. Ümumiyyətlə, necə oldu belə alındı? Yəni, iki adla sizə müraciət elədilər və yaxud da iki adla adlandınız? Can xanım, mən onu demək istəyirəm ki, Yardımlı rayonunun Nisaqala kəndində anadan olmuşam 1975-ci ildə. Mənim iki ad həm tələbələrimdə, həm belə tanıyan insanlar görürsən, həm hakim kimi, həm Hikmət kimi müraciət edirlər. Amma əslində adım Hacıyev Hikmət Həsənquluoğludur. Yəni, rəsmi şəxsiyyət vəsiqəsində olan, amma hakim kimi də bilirlər. Biz də elə Hikmət müəllim kimi müraciət edəcəyik. Arada ola bilər o alışqanlıqdan hakim müəllim də deyə bilərik. Hikmət müəllimi tanıyanlar yaxşı bilirlər ki, Hikmət müəllim Azərbaycan kickboksunda seçilən məşqçilərimizdən biridir. Eyni zamanda digər sahələrdə də fəaliyyətiniz var və düşünürəm ki, elə verilişimiz əsnasında da fəaliyyətinizin bütün istiqamətlərini əhatə etməyə çalışacağıq. Hikmət müəllim, biraz istərdim uşaqlıq illərindən danışaq. Sizin uşaqlığınız Yardımlıda keçib. Ümumiyyətlə, Yardımlını bizə necə təsəvvür edərdiniz? Bu gözəl bölgəmiz Hikmət müəllimin yaddaşında, təsəvvüründə necədir? Bizim rayonumuz dağ ətəyində yerləşir. Çox gözəl havası, səfalı yerləri var. İndi lap yaxşıdır. İndi turistlər də gedir, gəlir. Turist zonaları da var. Mənim uşaqlığım çox yaxşı keçib. Yəni, o elə görürsən, insanlardan soruşanda uşaqlığın deyir biraz əziyyətlə, zəhmətlə. Amma mənim uşaqlığım, mən evin balaca uşağı olmuşam. Yəni, biz ailədə 9 uşaq olmuşuq. Mən son 5-yəm, 6 qardaş, 3 bacı olmuşuq. Mənim axırıncı uşaq olduğuma görə, yəni son 5 olduğuma görə məndə çox problemlər olmayıb. Yəni, çox, onlar məndən böyük olublar. Həm uşaqlara, atama, anama köməkli eləyiblər. Yaxşı keçib uşaqlığımda. Demək olar ki, Yardımlı da dediniz, yəni Yardımlı tanıyanlar tanıyır, gedənlər görür. Onu deyim ki, yəni dağlıq zonada yerləşir, səfalı yerləri var, meşələri var, çayları var, şəlaləsi var. Hikmət müəllim, məsələn, İsaqala kəndi qeyd edək. İsaqala. İsaqala kəndinə qonaq gəlsək, Hikmət müəllim, hansı ərazilərlə, hansı məkanlarla bizi tanış edərdi? Bizim deməli kəndimizdən yaşayanlar da bilir, gedənlər də bilir. Bizim meşənin, bizim hər kəndimizin hər tərəfi meşədir. Yəni ağaclarla, həm belə böyük ağaclar, meşələrdir. Həm gəzməyə, məsəl üçün, dağları var bizim, o Peştəsər Sıra dağları deyirlər. Yəni coğrafiyada da var. Yəni o bizim kəndin yanında yerləşir. Dağlar var, yaxşı suları var. Yəni bizim qazlı bulaq deyirlər. Bir yerdən, yəni o qazlı su çıxır. Həm ora turistlər, həm qonaqlar gəlir, həm başqa rayonlardan, məsələn, şəhərdən gələnlər də olur. Orada gəlib çadır qururlar. Ora səfalı yerdir. İstəyərdim ki, yəni məni eşidənlər də, yəni baxanlar da bizim rayonumuza gəlsinlər, görsünlər. Onlar üçün xoş olar. Hikmət müəllim, məsələn, çox uşaqlı ailədə böyümüsünüz. Kənd yeri, rayon yeri. Düşünürəm ki, uşaqlığınız da elə müəyyən məqamlarla digər uşaqlardan fərqlənib. Ümumiyyətlə, istərdim biraz elə o illəri xatırlayaq. Məsələn, ailəniz haqqınızda bizə məlumat verəsiniz. 1-ci sinifə 81-ci ildə getmişəm mən. Yəni, inanıram ki, qardaşım aparıb yadımdadır. Yəni, orta səviyyədə, yəni əlaçı olmamışam, amma orta səviyyədə dərsləri oxumuşam. Bu nə ilə əlaqədar idi? İdman olan həvəsinizlə? İdmanla, bəli, mən həmişə deyirlər, məsəl üçün, mən
kinolara baxmışam. Var da idmançılarımız, görürsünüz, xarici idmançılardan adını çəkirlər. Biz ona baxdıq, idmanla məşğul olduq. Amma bizdə, məsələn, ailədə gen deyirlər də. Genimizdə, məsələn, mənim babam çox güclü kişi olub. Yəni, həqiqətən də onu tanıyanlar, yəni bizi bilənlər pəhləvan kimi bir insan olub. O gendən keçmədi, yəni atama keçib, atadan da övladlarına keçib. Bizim ailədə, yəni, gücsüz insan yoxdur. Ancaq peşəkar səviyyədə idmanla məşğul olan olmayıb. Peşəkar səviyyədə, bəli, mənim qardaşlarım var. Yəni, peşəkar səviyyədə ailədə idmançı mənəm. Yəni, idmançı kimi, həm məşqçi kimi büxtələşən mən olmuşam. Mənim qardaşım var, yəni Qalib adında qardaşım var. O əskərdən gələndən sonra mənə uşaqlıqda güclü olmağı, yəni deyirdi, güclü olmalısan. Mən bilmirdik də, öz ordumuzda xidmət eləyəcək. Şükürlər olsun ki, yəni öz ordumda xidmət elədim Azərbaycanda. O idmanın sirlərini ona, məsələn, əskərlikdə öyrətmişdilər, idman elətdirmişdilər. O da mənə idmanı başa saldı. Yəni, demirəm ki, yəni yüksək səviyyədə, amma orta səviyyədə idmanı məni həvəsləndirdi. Mən başladım özüm üçün və onun yanında məşq eləməyə. Mənim böyük idmanım əskərliyə gələndən sonra olub, yəni 18 yaşından sonra olub, yəni şəhərə gələndən sonra. Əskəri hərbi xidmətə, həqiqi hərbi xidmətə getmişəm, daxili qoşunların xüsusi təyinatlısında xidmət eləmişəm. Sizin hərbi xidmət keçdiyiniz illər 90-cı illər idi və o illər Azərbaycan tarixində çox çətin bir dönəm, çox çətin bir dövrdür. Azərbaycanın müstəqilliyi əldə etdiyi dönəmə düşür və Azərbaycana qarşı torpaq iddialarının başladığı və rayonlarımızın, Qarabağımızın işğalı ərəfəsinə düşür. Və bu baxımdan düşünürəm ki, sizin də o illərlə bağlı xatirələriniz var və nə qədər xatırlamaq istəməsək də, nə qədər o dönəmin acı olduğunu hər zaman təkrar desək də, düşünürəm ki, tarix bizim tariximizdir və bu tarixi bilmək baxımından, öyrənmək baxımından da elə sizin kimi o illəri yaşayan, əskərlik dövrü, o dövrə düşən insanların fikirlərini də eşitmək maraqlıdır. Ümumiyyətlə, o illər nə ilə, hansı məqamlarla yadınızda qalıb? Mən fəxr eləyirəm ki, yəni mən daxili qoşunlarda hərbi xidmət keçmişəm. Bütün o idman karyeram, bu yerdə olmağımın məsələsinin səbəbi də o daxili qoşunlarda xidmətimlə bağlıdır. Həm döyüş bölgəsində, həm hərbi hissədə. Mənəm Türk, önümə gələn hürk, danışam indila, hər gün bir hilə. Mərkiyə qadağalarım, doğrana dilim eli ilə. Mənəm burada sahibi mülkətim, Türkdür qanım Türk. Qeyd edeyim ki, daxili qoşunlarda həqiqi hərbi xidmətdə olanda mən Əlbəyaxadan yarışlara hazırlaşmışam. O vaxt daxili qoşunların, indi də var, elə o vaxtda daxili qoşunların hərbi hissələrinin arasında dəfələrlə çempion olmuşam, 71-75 kilolarda. Sonra da qalıb Daxili İşlər Nazirliyinin əməkdaşları arasında yenə də orada milli kimi yığılıb və bir yerdə məşğul olublar. Yenə də Daxili İşlər orqanlarının əməkdaşları arasında da Əlbəyaxa və silahsız özünü müdafiə edən yarışlarda yer tutmuşam. Onu qeyd edeyim ki, daxili qoşunlarda hər bir idmanımın bu nəticələri daxili qoşunlardan başlayıb. Yəni o yarışlardan başlayıb. Ta ki, bugünkü günə qədər. O illər haqqında istərdim biraz da danışaq. Məsələn, hərbi əməliyyatlar, Azərbaycan ərazi bütövlüyünə olan təcavüz və siz də bir Azərbaycanlı kimi, bütün o illər vətənə xidmət edən oğlanlarımızdan biri kimi torpaqlarımızın, ərazi bütövlüyümüzün qorunması uğrunda mübarizəyə qoşuldunuz. Məsələn, döyüş yolunuz hansı bölgələrdən keçdi? Döyüş yolumuz bizim, deməli, Füzuli bölgəsində olub. İstənilən halda biz bugünkü gündə o xidmətlə də, bu xidmətlə də Azərbaycan ordusu o mənfur düşmənimizə qalib gəldi. 44 gün o müharibə ərzində qalib gəldi. 7-8 ay könüllü də olmuşam. Yəni
əskərliyə tez getmişdim. O da mənim içimdə olan o vətənə sevgi, məhəbbət olub. Yəni həm də ailəmdən gəlib o sevgi, o vətənə, o dövlətə xidmətim. Şəxsən o radızın alınmasında mən o döyüşdə xoşbəxt bir insanam ki, o döyüşdə mən də olmuşam, xidmət eləmişəm. Amma döyüşçülərin yanında olub öyrənmişəm. Orada məndən yanında böyüdüyüm insanların o qəhrəmanlığı balaca da olsa mənə keçib və onlardan dərs götürmüşəm. Bu gün də öz xidmətimlə, öz məşqçiliyimlə, öz idmanımla ringlərdə Azərbaycan bayrağını qaldırıb himni səsləndirməklə dövlətimə, vətənimə xidmət eləmişəm. Hikmət müəllim, uşaqlıqda başqa bir arzunuzun da olduğunu eşitdim. Hər zaman hərb sahəsində qalıb, hərbdə xidmət etmək istəmisiniz və əlbəttə ki, bu yolu da başlamışsınız. Amma daha sonra idman sahəsini seçdiniz. Bu niyə belə alındı? Yəni, hərbin çətinliyi Hikmət müəllimi uzaqlaşdırdı hərb sistemindən, yoxsa ailənin təsiri? Yox, mən onu da deyim ki, mən yaxşı bayaq dedim, yaxşı xidmət eləmişəm, komandirlərim də bilir, istəyirdim komandir olam. Yəni, komanda verməyi xoş deyirdim. Əskər müddətində, məsələn, hərbi hissədə öz tağımımıza, öz bölüyümüzə, öz taburumuza idman məşqlərində mən keçmişəm, bunu bilənlər bilir. Həm də istəyirdim komandir kimi oxuyum, qalım, amma qismət. Yəni, mənim atam, Allah ölən ərzi rəhmət eləsin, rəhmətli atam məzuniyyətə getmişdim, dedi, oğlum, mən səni polis kimi görmək istəyirəm, hərbiçi kimi yox. Dedim, atadır da, yəni atanın sözü, valideynin sözü ömür boyu, yəni övlad üçün qanun olub. Bunlar müqəddəs insanlardır. Ona görə də mən həm polisi seçdim, həm də idmanı seçdim. İndiyə qədər də həm daxili işlər orqanlarında çalışıram, həm də idmanda. Hikmət müəllim, biraz da istərdim kickboksing idman növünə gəlişinizdən danışaq. Yəni, necə oldu kickboksingə gəldi? Çünki bundan əvvəl əlbəyaxa döyüş növləri ilə məşğul olmuşsunuz. Kim sizə dəstək oldu? Kim istiqamət verdi? Deməli, 94-97-ci ildə hərbi xidmətdən sonra, mən 97-ci ildə təxris olunandan sonra ordudan, onu da deyim ki, mən bütün yarışları əvvəl Dinamo vardı, indi Daxili İşlər Nazirliyi İdman Cəmiyyətində, yəni Dinamo Cəmiyyətində keçirilirdi, əskər olanda da, yəni əskəridən sonra da. 97-ci ildə təxris olandan sonra mən gəldim, sənədlərimi yığıb daxili işlər orqanlarına verəndən sonra orada da məşqçi kimi əlbəyaxa döyüşdə başlamışam. 97, 98, 99-cu ilə qədər əlbəyaxa döyüşdən məşq keçmişəm Dinamo Cəmiyyətində. Sonra kickboksa, əlbəyaxa döyüş kickboksa yaxın olduğuna görə kickboksdan məşqçi müəllim kimi deməli tələbələrlə məşğul olmuşam və görmüşəm bu məndə alınır. Və o vaxt Azərbaycan Kickboks Muay Thai Federasiyası vardı. Ora məşqçi kimi seminarda iştirak eləmişəm və məşqçilər arasında əla qiymətlərlə o seminarı başa vurmuşam. Ondan sonra da həm əlbəyaxadan, həm də kickboksdan Dinamo Cəmiyyətində məşqlərə başlamışam. Ta ki, bugünkü günə qədər o idman növündən də məşqçi müəllim işləyirəm. Kickboks idman növü çox stresli, çətin bir idman növüdür. Düşünürəm ki, bu baxımdan da hər bir məşqçi də burada fəaliyyətini uğurlu davam etdirə bilməz. Sizcə, məsələn, yaxşı məşqçi olmaq üçün, uğur qazanmaq üçün məşqçidə hansı keyfiyyətlər olmalıdır? Əskərdə olduğum müddətdə həm əlbəyaxadan, həm kickboksdan məni kickboksu sevdirən mənim əskər yoldaşım olub və dostum olub, həm də sonradan məşqçim olub, Fərhad Aşırov. Mən bir gün də ona, məsəl üçün, əfsanəvi bir idmançı kimi baxıram. O, mən üçün həqiqətən də əfsanədir. O, həm əskər olanda mənə kickboksun sirlərin öyrətdi. Sonradan da dostluğumuz
qohumluğa çevrilib, yəni qohum olmuşuq, həm də məşqçi kimi məni büxtələşdirib, o kickboksun tam mənə sirlərini öyrətdi. Həm seminarı keçəndən sonra, həm də bugünkü gündə mən o insana həqiqətən də borcluyam ki, yəni bu idman növü mənə sevdirib və bu yerə də gəlməyimdə, məsəl üçün, məşqçi kimi büxtələşməyimdə, bu idmanı sevməyimdə mən Fərhad Aşurova borcluyam, həmişə də borclu qalacaq. Hikmət müəllim, məsələn, qeyd elədik sizin idman növünün çətinliklərini. Düşünürəm ki, bununla bağlı ümumiyyətlə ətraflı danışacağıq, söhbət eləyəcəyik. Ancaq mənə maraqlıdır, Hikmət müəllim stressdən uzaqlaşmaq istəyəndə, idmandan biraz kənarda qalmaq istəyəndə, günün necə keçirir, necə dincəlir, necə istirahət edirsiniz? Ümumiyyətlə, istirahət gününüz varmı? İstirahət günlərim, mən özünüz bilirsiniz, düzdür, sualdan qırağa çıxmaq istəmirəm. İstirahət mənim ən gözəl istirahətim elə zalda olur. Yəni, məni tanıyır, idmançılar da, tələbələrim də. Kim məni əgəm tanıyırsa, bilir ki, mən o sözü düz deyirəm. Düzdür, sualdan biraz kənara çıxım. Mənim də 2 övladım var. Allah saxlasın. Allah hamının balalarını saxlasın, övladlarını saxlasın. Mən onları, indi onlar ali təhsil alır, ikisi də universitetdə oxuyur. Amma onları balaca vaxtı çox gəzdirə bilməmişəm. Yəni, istirahətə çox vaxt ayıra bilməmişəm. Mənim istirahətim olub rayonlarda, sonra xarici ölkələrdə, dünya çempionatlarında, Avropa çempionatında ancaq milli yığma komanda ilə. O da dincəlmə deyiləndə ancaq ringin qırağında, bir də təyyarədə gəlib gedəndə. Rayonlarda da milli yığma komandanın həmişə məşqləri olub, Qubada, İsmayıllıda, Qusarda, bütün bölgələrimizdə, Şəmkirdə. Ancaq yenə də onda dincəlmə yox, milli yığma komandanı yarışlara hazırlamışıq. Bütün biz məşqçilərlə, milli komandanın məşqçilərlə və fikirləşmişəm ki, dincəlmək ancaq Azərbaycan bayrağını qaldırıb himni səsləndirməkdə olur. Ondan gözəl dincəlmə yoxdur. O arenada, məsəl üçün, 2000 nəfər, 3000 nəfər Azərbaycanın bayrağı qalxanda, himni səslənəndə ayağa qalxırsa, mən bilən ki, xanım, ondan gözəl dincəlmə yoxdur. Hikmət müəllim, ancaq bir məşq prosesinə də nəzər salanda görürük ki, bir çox idman növündə, deyərdim elə, bütün idman növlərində bəlkə də razılaşarsınız bu mənim fikrimlə, mütləq idmançının köməyinə çatan vasitələr olur. Bunlardan əlbəttə ki, ətrafın, ailənin dəstəyi, dostların dəstəyi, eyni zamanda düşünürəm ki, sizə ruh verən məqamlar da var. Bunun içərisində musiqini xüsusi qeyd etmək lazımdır. Məsələn, zalda, döyüşlərə hazırlaşarkən, uşaqlarla məşq seçərkən, keçərkən Hikmət müəllim, məsələn, hansı musiqinin təsirindən, gücündən istifadə edir? Bizdə bəli, bizdə o mahnı bizim idman növündə çox gözəldir. Yəni, bütün başqa idman növlərində də mən görmüşəm, məsələn, Çeçenistanda da, Dağıstanda da, orada yarışlarda olanda məşqçilər, düzdür, onlar çox şeyləri görsətmirlər, yəni onları sir kimi saxlayırlar həmişə. Amma mən görmüşəm məşqçiləri milli komandanın tərkibində olanda, yarışlarda olanda ki, hansı mahnılar, məsəl üçün, oynaq mahnılar var. Onu, məsəl üçün, mən həmişə yığma komandaya, tələbələrim də eşidir, bilir, görürlər ki, müəllimləri bunu efirdə də deyir. Həmişə məşqdən sonra ya o ciyərin açılmasında ən aşağısı bir 30-35 dəqiqə oynaq mahnılar var. Məsəl üçün, deyim, ləzginka qoyuram onlar ki, məsəl üçün, bir 30 dəqiqə onlar dayanmadan oynayırlar. Hiss edirsən ki, onların həm ayaqları, həm ciyərləri, onların həmişə mən görmüşəm ki, o döyüşdə o oynamaqlarının həmişə effekti olub. Yəni, nəfəsləri tükənmir, nəfəsləri, məsələn, hər ring, məsəl üçün, hər raund qutaranda dincəlişdə soruşuram, məsəl üçün, uşaqlardan, gənc yeni yetmə uşaqlardır. Müəllim, deyirəm, yorulubsuz, deyir, xeyr, heç ustul da lazım deyir, deyə oturmağa. Deyir, müəllim, biz o qədər oynayırıq ki, istəyir elə ringdə də oynayaq. Yəni, o dərəcədə, yəni, o mahnılar onların qanına keçir, həm döyüş ruhları, mənəvi güc verir ki, olur. Yəni, mənim zalımda olur, bütün uşaqlar da bilir. Mən oynaq mahnıları həmişə üstünlük vermişəm. Onlar da tələbələrimə məşq prosesində onun da bir 15, 20, 30 dəqiqə vaxt ayırıram.
emanet olun. Emanet olun. Hikmət müəllim, bu işinizin bir sahəsidir. Yəni bu sizin işdə tətbiq etdiyiniz, məşqdə tətbiq etdiyiniz bir vasitədir. Bəs Hikmət müəllim özü necə? Hansı musiqilərdən zövq alır? Hansı musiqiləri dinləyir? Siz bilirsiniz, biz Cənub bölgəsindən bizim oxuyanlar çoxdur. Bəli. Yəni musiqi sevənlər də çoxdur. Biz özümüz də yəni musiqini sevirik, amma mən həmişə biraz bu dövrün çox uşaqları deyil. Bu dövrlərin uşaqları biraz başqa mahnıları çox istəyir. Biz batı mahnılar, məsəl üçün oxuyanlar var da, rəhmətli Məmməd Bağır Bağırzadə idi, Balağoğlan Əşrəfovdur. Onun, məsəl üçün, muğamlara qulaq asanam. Biraz onu da deyim, yəni qəmgin mahnılara qulaq asanam. Amma o bayaq dediyim kimi, yəni tələbələrimə onun heç bir aidiyyəti yoxdur. Məşq prosesinə də aidiyyəti yoxdur. Amma özüm üçün, yəni arada oturanda qəmgin mahnılara, yəni muğamlara qulaq asanam. Düşünürəm ki, elə bəzən bu musiqinin sədası altında səfərə çıxmağa da sevirsiniz. Məsələn, Yardımlı rayonuna, səfalı bölgələrimizdən biridir, dağlıq ərazilərə. Ümumiyyətlə, belə bir hobbiniz varmı? Məsələn, ova getmək, çünki idmançıların bir çoxunda var, belə bir həvəs var, istək var və yaxud balıq ovunu sevmək. Mən düzdür, ovu çox xoş deyirəm. Siz də sevirsiniz. Bəli, sevirəm, ova getməyi də sevirəm, amma Şönün xanım, həqiqətən vaxt olmayıb. Amma istəyərdim ova gedim, vaxt ayıra bilim, ovu çox sevirəm. Dağda böyümüşəm. Rayonda, dağda böyüyən insan istəyir, dağda, meşədə gəzsin, yenə də o uşaqlıq illərimə qayıdım. Amma bu hələlik qismət olmur da. İndi həm işlərim çoxdur, həm məşqlə, həm də tələbələrimi məsəl üçün zalda tək qoymaq olmaz. Onlara söz veribsən, onları məsəl üçün elə bir kanala düşürdürsən, elə bir yolla getməlidir ki, o məsəl üçün gedib ov eləyəndə adamın başı qarışır ova, sonra tələbələr yaddan çıxır, iş yaddan çıxır. Sonra da o başqa, məsəl üçün, Dünya Avropa çempionatına gedəndə hansı bir ölkədə idmançı ilə vuruşanda orada mən biləni məşqçilər də məndən razılaşar. Heç bir nə dincəliş, nə ov, nə musiqiyə qulaq asmaq, nə restoranlarda yemək, içmək, istirahətlər ona kömək eləmir. Orada məsələn serblə vuruşanda orada idmançı hazırlamalısan ki, o serblə, rusla, italyanla, almanla, hansısa bir ölkənin idmançısı ilə vuruşsun və Azərbaycanın bayrağını qaldırsın. O istirahətdən əvvəl mənim tələbələrim var, mənim üçün onun əlinin qalxmağı və onun
Azərbaycan bayrağını qaldırmaq mənim üçün hər bir şeydən üstündür. Hikmət müəllim, danışığınızdan belə bir təəssürat oyandı ki, belə düşündüm ki, sizin elə ən yaxın dostlarınız da tələbələrinizdir. Bəlkə səhv edirəm, ümumiyyətlə dostluq necə? Ətrafınızda dostlarınız, tanışlarınız çoxdur? Canım, 26 il az müddət döydüm məşqçi müəllim işləmə. 26 ildə gör nə qədər mənim yanımdan idmançı gəlib keçib. Mən həmişə idmançılarıma, tələbələrimə, mən bilirəm baxacaqlar, onların valideynləri də baxacaq, uşaqlar da baxacaq. Mən onlara həmişə idmandan əlavə mənəvi məsəl üçün dəstək də oluram. Demirəm ki, məsəl üçün tərbiyə vermək, amma məşqçi müəllim gücüm çatdığım qədər, yəni valideynlərə köməklik eləyirəm. O deyil ki, onlara yumruq atmağı, ayaq atmağı öyrədirsən. Bütün o tələbələrə də mən bütün tələbələrimə öz övladlarım kimi yanaşıram. Balacasından tutmuş böyüyə qədər bunu eşidənlər də, məni tanıyanlar da bilir. Öz balalarım kimi baxmışam. İstəyir dünya çempionu olsun, istəyir Avropa çempionu olsun. Məsəl üçün evdə özünü biraz görürsən uşaqlar var, biraz nadinc aparırlar, biraz dəcəl olurlar. Ta onlara qədər mən uşaqlara dəstək oluram və öz balalarıma verdiyim təlim, tərbiyəni də, dəstəyi də, öz balalarıma nəyi də arzulayıram, tələbələrimi arzulayıram. Əlbəttə, elənçi tələbələrlə müəllimin arasında dostluq olar. Bu 26 il ərzində mənə heç bir tələbədən şikayət gəlməyib. Yəni, mən hansı tələbəyə məktəb deyirlər də, mənim yanımda böyüyübsə, özüm ona mən döyüş növünü öyrətmişəm, onu deyim, qorxmamazlığı öyrətmişəm. Kimsən əskər? Canavar ürəkli? Hüseyin. Bir de hop. Otur balata. Otur. Otur. Kalk. Kimsen sen? Şampiyonum. İkinci də o bir idmançının əgər şikayətin qabardırsansa, bir idmançıdan şikayət edirsənsə, valideynə olsun ya kiməsə, mən inanmıram ki, o idmançı döyüşçü olsun, ringdə onun əli qalxsın. O şikayətdən o qorxacaq. Onu başa salmaq lazımdır. Və onu əvvəlcədən başa salmaq lazımdır ki, o şikayətə qədər o hərəkətləri eləməsin, yəni cəza almasın. Məsələn, qeyd elədiniz ki, övladlarınız da idmana meyil edir və eşitdiyimə görə övladlarınızdan biri də yanınızda elə məşqçi kimi sizə köməklik göstərir. Ancaq onu da eşitmişəm ki, Hikmət müəllim çox da uşaqlarını yarışa, beynəlxalq səviyyəli görüşlərə aparmır. Bunun səbəbi nədir? Yəni, tələbələrinizdən seçirsiniz övladlarınızı. Yəni, qorxursunuz tələbələriniz şikayət etsin, bu haldan narazı qalsın, yoxsa özlərində belə bir istedad görmürsünüz? Yox, Kənan xanım, istedad deyiləndə mən dedim, ikisi də onlar əlaçıdır, yəni ali təhsil alırlar. Biri 4-cü kursdadır, biri 2-ci kursda. Onlar da gənclər yeniyetmələr arasında milli yığma komandanın tərkibində olublar, məşq eləyiblər, bir gün də məşq eləyirlər hər ikisi.
Ancaq həm idmanla, həm oxumaq, düzdür, mən həmişə eyni tutmuşam. Oxumağı yanba idmandan bir pillə yuxarı tutmuşam. Əgər bir günləri bir insanın savadı yoxdursa, onun düşüncəsi yoxdursa, o kitab oxumursa, düşünə bilmirsə, o həmişə onun qoluna güc verəcəksən, o kimisə vuracaq. O da ona, o idmançı üçün, o tələbə üçün heç nə eləyə bilməzsən. Amma o sizin verdiyiniz suala, yəni övladlarımla, bayaq da dedim, tələbələrimin hamısı mənim övladımdır, hamısı da öz övladım kimi baxıram. Mənim də övladlarım milli yığma komandadadır. Birinci yerə yox, ikinci, üçüncü yerə çıxıblar, klub yarışında birinci yerə çıxıblar, milli yığma komandanın tərkibinə düşüblər, xaricdə yarışda olublar. Amma bir nömrəli idmançını, hansısa məşqçi, əgər öz övladı varsa, əgər o bir nömrəli idmançının yerinə ikinci, üçüncü nömrəlini nəyinsə xatirinə alıb, aparıb yarışda uduzub qaytarıb gətirirsə, o bir nömrə idmançı qəlbi sınır, küsür idmanla gedirsə, mən biləni ondan böyük günah ola bilməz. Həm insan üçün, həm məşqçi üçün. Mən də onu heç vaxt eləməmişəm. Hər bir nömrə idmançını hərə bütün yarışlarda, xarici dövlətlərdə, Dünya Avropa çempionatlarında o bir nömrəli idmançıya dəstək olmaq lazımdır. O bir nömrədir, çempiondur. Onu kənara qoyub, heç kim övladın, qohumun onun əvəzində yarışa apara bilməz. Bu mənim də fikrimdir, bizim məşqçilərin də fikridir. Əgər hansısa fikirdə o məşqçilər varsa, kimlərsə varsa, mən heç onlara rəva görmərəm ki, o hərəkət eləsinlər. Hikmət müəllim, bəs bu cür yanaşma, məsələn, uşaqlarınızdansa bir narahatçılıq doğurubmu və yaxud hansısa bir yarışa getmək istəsinlər, sizə necə müraciət eləyiblər? Mən onu da deyim ki, yəni əgər balaca vaxtı bir ata kimi ya bir məşqçi kimi mən onlara o Hasan yolla medal qazanmağı öyrətsəydim, bu günləri onlar məsəl üçün ali təhsil alırlar, həyatı başa düşüblər, böyüdülər. Mən məsəl üçün bir ata kimi yox, bir məşqçi kimi evə girəndə utanardım ki, deyərdi ata, sən bizi asan yolla çempion eləyibsən, amma sənin tələbələrin 3 döyüş, 4 döyüş, 5 döyüş keçirlər, gəlirlər qızıl medal əldə eləyirlər. Allaha şükürlər olsun ki, yəni mən övladlarımın da yanında qapını açanda, evə girəndə mən utanmıram. Yəni məşqçi səviyyəsində ata kimi də ata kimi eşitdiyimə görə, bildiyimə görə övladlarım arasında ideal atıyam. Yəni deyirlər, Hikmət müəllim yaxşı atadır. Yaxşı atadır. Ümumiyyətlə, Hikmət müəllim, elə istərdim bir ata kimi, məsələn, o yaxşı ata olmağın sirlərindən danışasınız. Sirləri, hər bir şey ailədən gəlir. Mənim atam, anam mənə qarşı necə böyüdüblərsə məni, o məhəbbəti mənim qəlbimə salıblar və mən atama, anama qarşı hansı məhəbbətdə olmuşam, o mənim həm övladlarımın deyirlər, ata olarsan bilərsən, valideyn nə çəkib, hansı hissləri çəkibdir. O, həqiqətən də gözəl bir sözdür. Amma mən hamısı o istək, övladların da mənə istəyi, mənim övladlarıma qarşı mən inanıram ki, məndən hamı razılaşır, o atadan, anadan keçir. Mən atama, anama qarşı gözəl övlad olmuşam, tərbiyəli övlad olmuşam. Heç vaxt, məsəl üçün, atamı, anamı incitməmişəm. Ta ki, onların yanında olana qədər. İndi mənim də övladlarım hər halda mənim yolumu gedərlər. İnşallah başqa bir problem olmaz. Hikmət müəllim, bir də bizə istənilən sahədə, yəni seçdiyimiz peşədən asılı olmayaraq hər zaman yanımızda olan insanlar olur. Məsələn, ailənizi qeyd elədiniz, övladlarınızı xüsusi vurğuladınız və bununla yanaşı bizə dəstək olan, o dost adlandırdığımız, çətinə düşəndə, dara düşəndə əlimizdən tutan insanlar var. Bizi sevən insanlar, sevgisini göstərən insanlar. Bu baxımdan Hikmət müəllim bir məşqçi kimi püxtələşməsində, bugün milli komandaya rəhbərlik edirsə, bu səviyyəyə gəlməsində kimə və ya kimlərə borcludur? Mənim kickboksda məşqçiliyimi dedim, yəni onu soruşdunuz dedim. Kickboksda əməyimə, xidmətlərimə qiymət verən insan var. Mən o insanın adını burada çəkməsəm, məsəl üçün, mən üçün çox qəbəhət olar. O, bugünkü gündə məni
bu yerə gətirib, əməyimə qiymət verib, bütün fəxriyyatları onun dəstəyi ilə, onun köməkliyi ilə xidmətlərimə məsəl üçün dəyər verən insanın qeyd eləmək istəyirəm ki, yəni o bizim fəxri prezidentimiz, Milli Məclisin vitse-spikeri Adil müəllimdir, Adil Əliyevdir. Mən öz ona təşəkkürümü bildirirəm ki, mənə bu idmanda dəstək olub, dəstək də olur, çox sağ olsun, ona təşəkkür eləyirəm. Həm öz adımdan, həm tələbələrimin adından, həm ailəmin adından ki, yaxşı ki, o insan var, mən onu tanımışam. Bu gün də onun bir sözü var. Bütün məşqçilərə, idmançılara hər bir çıxışında, iclasında deyir. Deyir, bir gün biz cənab prezidentin, mən də əskəriyəm, siz də əskərsiniz. Biz də Adil müəllim başda olmaqla biz hamımız cənab prezidentin əskərliyi hər bir komandasına da, hər bir sözünə də, əmrinə də biz hər bir an, hər bir saniyə hazırıq. Hikmət müəllim, bir də sizin hazırda da fəaliyyət göstərdiyiniz peşəniz polisdir, sizin polis xidmətiniz var və istərdim biraz elə polisə keçidinizlə bağlı danışaq. Yəni, bu sevgi hərbidən gələn sevgi idi ki, polisə bağlandınız, yoxsa ailədən gələn istək? Həm, onu deyim ki, Kənan xanım, həm ailədən, həm hərbidən, həm bu idmanı sevməyimdən mən 99-cu ildən, yəni bugünkü günə qədər daxili işlər orqanlarında çalışıram və çalışmağıma da fəxr edirəm ki, mən bu günləri daxili işlər orqanlarında çalışıram, fəxrlə də xidmət aparıram. O da evdən, ailədən gəlib, atam həmişə məni polis görmək istəyirdi. Mən onun həmişə yadımda saxladım ki, yəni onun sözün, onun o istəyin həyata keçirdim. Bugünkü günlərdə şükür olsun ki, həyata keçirmişəm. Xidmətim deyəm, yəni bir gündə fəxr edirəm ki, mən Azərbaycan polisində xidmət aparıram. Hikmət müəllim, bəs başqa hansı arzularınız var gələcəklə bağlı? Hikmət müəllimin arzuladığı, həyata keçirmək istədiyi, planladığı? Mənim hər arzularımın çoxuna çatmışam. Bir idmanda olur da, hər bir sahənin sevən insanın arzuları, məmləni o sayədə olur. İdman sayəsində də bütün o nəticələri əldə eləmişəm. Bəlkə də Azərbaycanda təvəkküllərdən uzaq olsun. Yəni, yeganə məşqçilərdənəm. Kickboksun 4 ya 5 versiyasından dünya Avropa çempionum var. Hələ elə onu da deyim, yəni elə bir nömrə hələ özüməm. Bugünkü günə qədər, yəni versiyaların 4-dən 5-dən mənim dünya Avropa çempionum var. Həm dünya çempionum var, Avropa çempionum var. İslam oyunlarında tələbələrim qalib olub. 2028-ci ildə eşitdiyimizə, bildiyimizə görə, yəni kickboks idman növü də indi bilinmir hansı versiyası, yəni olimpiyadaya düşəcək. Mən istəyərdim ki, bütün dünya Avropa çempionum var versiyalardan, özdə Vako versiyasından istəyərdim ki, olimpiyadada da iştirak edeyim, oradan da tələbələrimdən heç olmasa 1 ya 2 nəfəri olimpiya çempionu olsun. Bir dənə o arzum qalıb. Başqa bütün arzularımı Allahın köməkliyindən həyata keçib. Biz indi hansı məkana gedirik? Çünki məkanlar genişdir, məşq yerləri böyükdür. Biz yaxınlaşırıq, oktagon zalına girəcəyik indi. Hörmət əlaməti olaraq biz ayaqqabılarımızı çıxardıq burada. Yəni bizim məkanımızdır. Əlbəttə ki, idmanın da öz qaydaları var, qanunları var, mütləq buna əməl etmək lazımdır. Həkim müəllim, ümumiyyətlə istərdim biraz məşq prosesinə də nəzər salaq. Çünki sizin gününüzün əsas hissəsi elə bu zallarda keçir, məşq məkanlarında keçir. Məsələn, məşqi gün ərzində neçə saat həyata keçirirsiniz? Ümumiyyətlə, hansı sistemlə işləyirsiniz?
Bizdə məşq prosesləri saat yarım olur. İstənilən halda qrup şəklində saat yarımlar məşqlər eləyirik. Amma yəni milli yığma komandanın məşqləri olanda 2 saat, 2 saat yarım həm fərdi məşq eləyirik, həm də qrup şəklində, yəni milli yığma komandaları məşqi o biri məşqlərdən saat fərqi ilə çox olur, həm də məşq prosesləri ağır olur. Ona görə də milli komanda ilə idmançılarımız orada bilirsiniz, Dünya Avropa çempionları olur. Onlarla fərdi də işləmək lazımdır. O nöqteyi nəzərdən, yəni saat vaxtları uzadırır. 2 saat yarım, 3 saata qədər məşq prosesləri olur. Ümumiyyətlə, Hakim müəllim, siz elə yaş qrupu ilə hazırda işləyirsiniz ki, yeniyetmə yaş, gənclik yaşı ən çətin bir dövrüdür idmançıların. O dövrdə idmançıları idmanda saxlamaq, onlardan uğur əldə etmək, düşünürəm ki, bir məşqçi üçün ən məsuliyyətli, çətin bir dövr hesab etmək olar. Bu baxımdan, ümumiyyətlə, perspektivi olan idmançıları, bu cür seçilənləri necə məşqə cəlb edirsiniz? Sizin özünüzün xüsusi bir sxemi, bir qaydanız varmı? Deməli ki, 2008-ci, 2010-cu illə qədər gənclər yeniyetmələrdə milli komandanın köməkçi məşqçisi işləmişəm. 2010-cu ildən bugünkü günə qədər gənclər yeniyetmələri milli komandanın baş məşqçisi, milli yığma komandanı çalışdırıram. Qeyd elədiyiniz kimi, gənclər yeniyetmələrlə işləmək həqiqətən də çətindir. Yeniyetmədən gəncə keçirtmək, bir nəticə verirsən, onu saxlamaq lazımdır, qorumaq lazımdır. İdmançı ilə, hər bir idmançı ilə, yəni Dünya Avropa çempionu olan yeniyetmələrdə idmançı ilə maraqlanmaq, hər bir işi maraqlanmaq lazımdır. Tək idmanla onu gəncə keçirtmək, gəncdə ona nəticə verib böyüklərə keçirmək çox çətindir. Böyüklərdə işləmək hasanddır, böyük idmançılarla. Ona görə onlar yeniyetmədən, gəncdən qalxanda bütün nəticələri verirlər, bütün Dünya Avropa birinciliklərində iştirak edirlər. Hazır idmançı verirsən böyüklərə. Yəni, böyüklərdə də düzdür, nəticə vermək biraz çətin olur. Amma gəncdən yeniyetmələr, mən həmişə demişəm, Vako versiyasından əgər nəticə vermək istəyirsən, yeniyetmədən başlamalıdır. Yeniyetmədə gəncdə dünya birinciliklərində nəticə verən idmançı, bir nömrəli idmançı böyüklərə keçəndə, onun üçün nəticə vermək, çempion olmaq çətin olmur. Ona görə hər dünyadan yeniyetmədən idmançı qalxır, orada əgər bir nömrə olursansa, böyüklər arasında da bir nömrə olursan. Hakim müəllim, ümumiyyətlə, mənə hər zaman maraqlı gəlir. Məsələn, döyüş idman növü ilə məşğul olan, bu idman növünü seçən idmançıların o gücü, qüvvəti bəllidir. Ancaq hər bir gücü, qüvvəti yerində olan şəxsdən də idmançı olmur. Məsələn, siz bir təcrübəli məşqçi kimi seçimi necə edirsiniz? Məsələn, sizə müraciət eləyəndə yeniyetmələr, gənclər, məsələn, onlar arasında necə hiss edirsiniz ki, bundan yaxşı idmançı alınar, bunun üzərində işləməyə, əziyyət çəkməyə dəyər? Çox gözəl sualdır. Bizə verilən suallardır. Yəni, məşqçilərə mən valideynlər məşqçiləri, idmançıları gətirib məşq zallarına yazdıranda həmişə sual verirlər. Mənim övladım biraz zəifdir, biraz güclü istəyirəm olsun, biraz deyir, sinif yoldaşı məsəl üçün savaşır ondan, küçədə gedəndə zəifdir, eləsi deyir, sunkasına gücü çatmır. Biz uşaqlarla danışanda, məsəl üçün deyirik, qoy uşaqla danışaq da, yeniyetmə ilə danışaq ki, görə bu nə istəyir, hansı idman. Məsəl üçün, soruşursan, kickboks idman növünü sevirsən, deyirlər. Kickboks idman növündən biraz ona açıqlama verirsən və onu başa salırsan ki, bura zaldır, burada sən gəlib gücləşəcəksən, qolunda güc olacaq, bədənində güc olacaq. Amma qanun necə var, bu zalda, bizim də kickboks zalında, yəni ringdə də mən həmişə demişəm, qanun 5-in 5-in içindədir. Yəni o çərçivənin içindədir. Orada vurulan zərbələrdə hansı idmançıya, yəni hansı bir şəxsə zərbə vurursansa, ondan ötürü heç bir insan, yəni zalda ya ringdə heç bir cinayət daşımır. Bu məşqçilərin idmançılara verdiyi bir sözdür, ya bir inamdır. Amma eləsi deyir, mənim övladım istəyirəm güclü olsun, qıraqda gücün görsəsin. O valideynə də başa sarılıq olmaz. Niyə görə olmaz? Ona görə sən idmanla məşğul olursan, qeyrisi idmanla məşğul olmur. Sən ondan bir pillə yuxarısan, ola bilsin 5 pillə. Qolunda gücün var, hansı zərbəni hardan vurmağı bilirsən, müdafiəni bilirsən və istənilən halda o məşq eləməyən, yəni zəifə, idmanla məşğul olan idmançı əgər zərbə vurursa, orada yəni zədə qaçılmazdır.
Ona görə də bütün idmançıları, valideynlər də gələndə biz başa salırıq, idmanı da sevdiririk və idmanı da düzgün təbliğ edirik. Hansı idmançıya hansı məşqi keçmək olar, hansı idmançıdan, məsəl üçün, idmançı var, gətirirlər uşağı yazdırmağa, qolu uzundur, ayağı uzundur, bədəni uzundur. O idmançını, məsələn, taekvondo idmanına yararlıdır. Yəni, fiziki göstəriciləri ona uyğun. Bəli, qolları əgər uzundursa, o boksa yararlıdır. Ayaqları, məsəl üçün, ayağı uzundur, məsələn, qolu biraz qısadırsa, yenə də kickboks idman növü ilə məşğul ola bilər. Ona görə kickboks, yəni ayaqla əllə vurulan zərbədir. Ona görə bizdə həmişə kickboksda ayağa üstünlük verilir. Ona görə də biz də idmançılara baxıb, idmançıları seçib və bütün məşqçilər idmançılara baxıb, seçib zallara dəvət eləməlidir və ona öz sevdiyi idmanla məşq keçməlidir. Hakim müəllim, əziyyət çəkirsiniz, zəhmət çəkirsiniz, tələbələri yetişdirirsiniz, onların qayğısına qalırsınız və əlbəttə ki, nəticə də gözləyirsiniz bir məşqçi kimi. Və düşünürəm ki, bu illər ərzində qeyd elədiniz, 26 ildir məşqçi kimi fəaliyyət göstərirsiniz. Sizin ümidlərinizi doğrudan sizə uğur gətirən tələbələriniz də oldu. Eyni zamanda güvənib nəticə ala bilmədiyiniz tələbələriniz də oldu. Ümumi bir statistika aparsaq, Hakim müəllimin ümidin doğrudan tələbələri daha çox oldu, yoxsa onu məyus edən tələbələri? Yox, ümumiyyətcə bizdə həm milli yığma komandada, həm gənclər yeniyetmələrdə, həm böyüklərdə, həm də mənim təmsil elədiyim Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin kickboks bölməsində tələbələrimiz həm ümid verici, həm də çempionlarımız çoxdur. Həm milli komandadan bizim hər dəfə dünya birinciliyindən, Avropa birinciliyindən olsun, dünya çempionatına, Avropa çempionatına Azərbaycanımıza qızıl medallarla dönülür. Hələ mən milli komandanın məşqçisi olaraq mən görməmişəm ki, hansısa biz yarışdan qızıl medalsız qayıdaq. Söhbət kickboks idman növündən gedir. Təmsil edəm də Daxili İşlər Nazirliyi İdman Cəmiyyətində mənim dünya Avropa çempionlarım həddindən artıq çoxdur. İnan Allah, səmimi deyirəm, yəni kağız usta olmasa, yazılmasa saylarını bilmirəm. Amma bilirəm ki, həm Azərbaycan Kickboks Federasiyanından, həm Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin kickboks bölməsi bugünkü gündə həm Azərbaycanımızda, həm də klublar arasında birinci yerdə gedir. Yəni, ən çox deməli, dünya Avropa çempionu şəxsi məşqçi olaraq, yəni mənim tələbələrimdir. Hər halda mənim şəxsi məşqçi olanda həm də milli yığma komandanın tərkibində o Azərbaycanı dövlətin təmsil edirlər və Azərbaycanın bayrağını qaldırıb himni səsləndirirlər. Ümumiyyətcə bayrağımız birdir, himnimiz birdir. Mən üçün sevindiricidir. Mənim tələbələrim milli yığma komandada Azərbaycanın bayrağını qaldırır, Azərbaycanımızın bayrağını qaldırır və himnimizi səsləndirir. Hakim müəllim, tələbələriniz içərisində Dünya Avropa çempionu olduğunu qeyd elədiyiniz tələbələriniz var. Əlbəttə ki, bizim tanıdığımız da, tamaşaçılarımızın da, idman sevərlərin tanıdığı da adlar var. Düşünürəm ki, sizə desəm ki, hansısa bir tələbənin adını çəkin, çəkməyəcəksiniz. Çünki adətən məşqçilər bunu eləmir və bunu deməyi də sevmir. Onda belə qoyum sualı. Hakim müəllimin tam ümidini doğurdan, tam o verdiyi bütün təlimləri yerinə yetirən və sonunda dünya və yaxud Avropa çempionu olan, məsələn, hansı tələbələrinizin adını xüsusi vurğulayardınız? Xüsusi vurğulamağa mənim bizim, məsəl üçün, hamımızın və şəxsi məşqçisi olduğum, mənim bu əllərimlə böyütdüyüm 12 yaşında mənim tələbəm var, Rəmal Lord Aslanov. Dünya Avropa çempionudur, 3 qat prezident mükafatçısıdır, bir nömrəli tələbəmdir və Azərbaycanımızın fəxridir. Bugünkü gündə də Azərbaycan Kickboks Federasiyasının birinci vitse-prezidentidir. Bir məşqçi üçün bundan sevindirici
yaxşı sevindirici nə ola bilər ki? Ramal Aslanoğlu Azerbaycan'dan geliyor efendim. İslam Musayevdir, Həmidov Elnurdur, Əzimov Zöhrabdır. İstənilən halda mən onların məşqçisiyəm, mən onların adını qeyd eləməliyəm, ona görə onları mən böyütmüşəm. Tarixə salmışam, həm Avropada, həm dünyada. Emil Mövsümzadədir, gənclərdən, yeniyetmələrdən Elnur Mustafayevdir, Ramal Zeynallıdır, Rafiq Babazadədir. Çoxdur uşaqlar, dünya, Avropa çempionu olmayan tələbələrim də hamısı mənim fəxrimdir. Onu da qeyd edeyim ki, yəni bugünkü gündə əlinə bint bağlayıb, əlcə ilə girib ringdə hər bir idmançı, hər bir oğul vuruşa bilmir. O 6 dəqiqə ya 9 dəqiqə, bəlkə də 90 dəqiqə olur. Mən bütün idmançıların o həyəcanın o ringlərdə neçə ildir yaşayıram. Orada döyüşçü də görmüşəm, xarakterli idmançı da görmüşəm, məğlub olub, məsəl üçün, ağlayan idmançı da görmüşəm, qorxub vuruşmayan idmançı da görmüşəm. Amma mən o qorxaqlara da sözüm niyə görə, qorxaq döydü o, biraz zəifdir. Onu da məşqçilərimiz, başda mən olmaqla, məşqçilərimiz, gözəl məşqçilərimiz, savadlı məşqçilərimiz, güclü bizim savadlı məşqçilərimiz var. Onlara da məşq keçib, o zəif idmançılarımızı da gətirib, İnşallah Dünya Avropa çempionu eləyirik. Həkim müəllim, təşəkkürümüzü bildiririk. Bugün verilişimizin qonağı oldunuz. Düşünürəm ki, sizə ən böyük arzu bir məşqçiyə nə ola bilər? Tələbələrinizin uğurlarını eşidəsiniz. Hər zaman xoş soraqları gəlsin, uğurlar əldə etsinlər və siz də bir məşqçi kimi tələbələrinizin yanında olun, Azərbaycan idmanına xidmət edin. Bir daha uğurlar və təşəkkür edirəm. Çox sağ olun Kənan xanım, dəyərli sözlərinizə görə. Mən də bir məşqçi kimi söz verirəm ki, bundan da sonra Dünya Avropa çempionu yetişdirəcəm. Azərbaycanın bayrağını qaldırıb himnini səsləndirəcəm. Bir də mənim təşəkkürüm var İdman kanalının rəhbərliyinə, İdman komandatının bütün kollektivinə, bizi çəkib, biz üçün əziyyət çəkən, zəhmət çəkən insanların hamısına öz təşəkkürümü bildirirəm. Öz adımdan, Kickboks Federasiyasının adından, rəhbərliyi adından ki, çox sağ olun ki, bizi çəkib göstərirsiniz, həm bizi, həm bizim məşqçiləri, idmançıları təşəkkür edirəm. Biz təşəkkür edirik, hörmətli tamaşaçılar, əziz idmansevərlər. Növbəti verilişlərdə yenə fərqli mövzulara toxunacağıq, fərqli qonaqlarla qarşınızda olacağıq. Görüşmək ümidi ilə sağ olun.